Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya ve murselin Seyyid Muhammedin ve ala alihi ve ashabihi ecmaîn ve ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah, Allah'a həmd olsun. Yəni, nəsib edir bizə belə balaca olsa da elm məclisləri. Çünki məclislər çox olur. Amma elm məclisən ən gözəl, ən güzel, ən savablı məclislərdən bilir. Və biz bilirik, ayrıca mələklər var. Elm məclisdən gəzirlər. Və elmin hələ fəzilətidir ki, mələklər də olur. Ona görə hətta kim ki hələ belə niyyəti dərsi gəlməyə deyil, hətta kimsə gözləyirdi, o da savab qazanır. Və təsəvvürlə ki, niyyətində dərs və s. neysə öyrənmək. Ona görə belə fürsətlər olanda, elhamdülillah, tərk eləmək lazım deyil. Nasıl da belə elm məclisdə az olur. Elhamdülillah, Allah Teala'nın birinci şükürlər olsun ki, belə bizə nəsib edir bunu. Və biz neymət deyil olmaq, böyük neymətdir. Ki, məsələn, yığışırıq, öz dinimizdən, əqidəmizdən danışırıq, özü böyük neymətdir. Və elhamdülillah bilirsiniz ki, yəni indi İslam aləmində yollar çoxdur, fikirlər çoxdur və çoxalır. Və yadınıza gəlirsə dedim ki, yavaşlar, hələm bu təzə deyil. Yenə sabah nəsə çıxacaq, yenə nələrsə çıxacaq. Yəni bilirsiniz, çıxıb deyəcək ki, qayqa, məsələn, deyirsiniz 15 deyil, mən deyirəm 18 idi raketdə məsələn. Olacaq, sabah çıxacaq biləcək, o qayqa 20'li idi. Olacaq belə. Yəni təcrübəmək lazım. Əgər bunlar sahabələrin vaxtında çıxırsa, təsəvvürlə indi. Sahabələrin vaxtında çıxılan xavariclər öz elə çıxdılar ki, təkfir edilər onlar. Sahabələri, öldürdülər sahabələri. Şərəf gördülər sahabələri öldürməkdə. Savab. Hətta Əli ibn Əbi Talibin qatili fəxr edirdi. Son dəqiqələrinəcə fəxr edirdi ki, böyük bilən kafir öldürmüşlər. Son dəqiqələrinəcə, ölənəcə tövbə eləmədi. Yəni, insan gör necə dəyişir. Əgər sahabələrin vaxtında belə adamlar çıxılırsa, təsəvvürlə indi. Düzdür, indikilərlə o birislərin arasında fərq, onlar hafiz idilər. Biraz elmlər var idi. İndi isə Fatihə surəsi 100 oxuyurlar. Fatihə surəsini əzbər bilirlər, sonra İxlas, Fələq-Nas qutardır, müştəhid mutlaq. Təkfir eləyir, halal görür hər şeyi və s. Və budur problem. Ona görə Şeyx Ozan deyir ki, Hafizullah, indiki xavariclər, o vaxtı xavariclərdən daha pisdirlər, daha mundardır. Yəni, fikir qalır. Ona görə sonra çıxdılar murciyələr, sonra muhtazillər, sonra çıxdılar gəhdilər, əşarilər, sonra maturidlər çıxdı. Belə çox sufilərdən danışmır. Sufilərdən indiyəcən təriqətlər çıxır. Ona görə yeganə əhl-i-sünnə və cəmaədir ki, yəni qalıb necə var? Bu da təbii ki, müəyyən səbəblərə görə. Ən böyük səbəblərdən istinad etdiyi mənbə güclü mənbədir. Sabit mənbədir. Və o mənbəydən çıxmamaq. İstinad nədir? Quran, sünnə və sələfə fəhmi. Və sələfə fəhmi deyəndə biz Peyğəmbər sallallahu aleyhi ve sellem və mümin, yəni sahabələr və tabinlər və kim olan yoluna gəlirsə. Və sahabələrin yolu da mühümdür. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim və məni və Raşid xəlifələrin yolu, yəni tövsiyə edir ki, mənim yoluna gedin və Raşid xəlifələrin yoluna. Yəni sahabələrin yoluna, əsasən də xəlifələrə, əsasən dördünə. Onu göstərir ki, onların da yolu sünnədir. Xüsusən də ittifaq ediblərsə. Və elə məsələlər var ki, Əbu Bakırın vaxtına çıxdı, Peyğəmbər vaxtında, sallallahu aleyhi ve sellem vaxtında olmuyor. Elə məsələlər var, Ömərin vaxtında çıxdı, Osmanın, Əlini. Lakin ümmət onu sünnət kimi götürdü. Çünki sahabələr ittifaq elədilər, heç kəsə etiraz eləmədi və Peyğəmbər sallallahu aleyhi ve sellem belə tövsiyə eləmişdi. Və həmçində sahabələrə, nə ki Peyğəmbərə, hətta sahabələrə müxalif olmaq düzgün deyil. Sahabələrə də müxalif olmaq düzgün deyil. Allah subhanahu buyurur ki, وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى
və yəttəbi qeyrə səbilil mu'minin. Allah subhanət hələ buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yoluna kim çıxırsa və həmçinin möminlərin yoluna, möminlərin yolundan başqa yol tutsa. Yəni, möminlərin, birinci möminlər Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrdir. Nuvallihi və yəşəğə Rasulun mübəğdə mə təbəyyənə ləhul hudə və yəttəbə qeyrə səbilil mu'minin nuvallihi mə təvəllə və nuslihi cəhənnəm və səət məsirə. Yəni, Allah Rasulunun, sahabələrin yolundan çıxmaq cəhənnəmə yolu. Və bu əsas güclü əsasdır. Və bu əsasdan çıxma lazımdır. Yəni, bu əsas bizdə dəlil edir. Buna deyirlər dəlil. Dəlil nədir? Dəlil odur ki, Quran, sünnə və sələf fəhmi, sahabələr. Ona görə, Əhl-i-Sünnə və Cəmaət sabit qalmağına səbəblərdən biri səhih dəlillərə istinad eləməkdir. Zəifdir. Zəifdir. Biz dəlil gətirəndə əsasən səhih dəlillər getirdik. Zəiflər buyuruq bıraxır. Baxmayaraq ola bilsin, o zəif bizim xeyrimiz olsun. Xüsusən müxaliflərlə danışında ola bilər, zəif hədislər var, bizim xeyrimizə desək, lakin gətirmirik yenə. Gətirmirik. Çünki çalışırıq ancaq səhih getirək. Və bu da əlhamdülillah nemətlərdən bilir ki, Əhl-i-Sünnə və Cəmaət, yəni sahabələrdən kimsə gəlsə bizi tanıyar. Biraz, yəni oxşayar biraz. Amma başqalarının yanına gəlsə tanımıyor. Bu nə dildir? Bu nə şəriətdir yəni? Yəni o qədər uzaqlaşır. Və həmçinin yoldaşlar, yəni əsaslardan hansı ki, yəni qalmışıq əlhamdülillah haqq yolda, alimlərə sıxınmaq, alimlərlə olmaq, alimlərə istinad eləmək. Bu da müəyyən qədər dəlilləri düz tapmaq üçün, haqqı tapmaq üçün, sabit qalmaq üçün səbəblərdən biridir. Yəni, alimlərə istinad. Yəni, təbii ki, alimlər deyəndə qardaşlar, mötəbər alimlərimiz var, əlhamdülillah. Düzdür, onlar bidət əhlində qəbul olunmur. Bidət əhli onları qəbul eləmir. Məsələn, biz danışmır, sufi və s. Onlar heç qəbul eləmir. Başqa adlar verirlər. Hətta kim ki, sünnənlə iddia edir ki, biz sünnənlə gedirik, biz görür ki, Quran sünnənlə gedirik, onlar da qəbul eləmir, mötəbər alimləri. Sürbəsür ləqəblər qoyurlar onlara və s. Ona görə, əlhamdülillah, təbii ki, onlar baxma lazım deyil. Yəni, güclü, sabit qalmamızın həmçinin səbəblərindən də biri, ümumiyyətlə, alimləri istinad eləmək, onlarla olmaq və xüsusən də fitnə vaxtı. Xüsusən də fitnə vaxtı. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, fitnə olacaq, çox olacaq bizdə. Və çıxış yolun deyil. Deyir, mənim yolundan və Raşid xəlifələrin yolundan. Yəni, alimlərin yolundan. Biz də Peyğəmbər sallallahu aleyhi ve sellem Qurana yanaşmamız alimlərin vasitəsilə olmalıdır. Olmaz belə, Quran-ı Kərim elə belə kitabdayıq ki, oturub, oxuyub, nəyəsə özündən başlayacaq müzakirə edir, olmaz mı? Səndən qabaq artıq müzakirə olunur, səndən qabaq artıq bu deyilib, özü 14 gün yox, 14 ay yox, 14 il yox, 1400 il qabaq. Özü kimlər? Onların nazı olmuşdur. Ona görə İbn Abbas gələndə xavaricdən yana. Onlar deyir ki, mən elə adamların yanına gəldim ki, Quran onlara nazır olur. Quran onlara nazır olur. Və onlardan da heç bir arozlu yoxdur. Və ona görə ən güclü təfsir Peyğəmbər sallallahu aleyhi ve sellem Quranın təfsiridir və həmçinin Quranın sünnənə təfsiridir. Və sonra gəlir Quranın sahabələrlə təfsiridir. Ən güclü təfsir. Ona görə Quran-ı Kərimdən da təfsir olunur. Ehtiyac yoxdur götürüb, məsələn, Quran-ı Kərimi yəni özündən başlamaq, şərh vermək və s. Hətta söz var ki, kim Quranı özündən başlayır şərh eləməyə, düz desə də xətas edir sayılır. Düz desə də. Çünki o əsasdan gəlməyib ona görə. Hər bir yanaşmanın qaydası, hər bir şey düzgün yanaşmasın. Hətta xorey pişirən də, çay dürəndə hətta düzgün qaydasına yanaşmasın, çay olmayacaq, yemək alınmayacaq, yeyə bilməyəcəksən. Həmçində başqa qaldı ki, din. Qaldı ki, Allahın kəlamı. Ona görə ən mühüm əsaslardan biri alimlərə istinad eləmək, alimlərin yanında olmaq, alimlərin vasitəsilə
dini başa düşmək. Bu da mühüm, yəni yavaşlar əsaslardan da və həmçində Allah Taala da bizə elmi, alimləri bizə tərif edib, tövsiyə edib və bizə bildirib ki, sual verin. Allah Taala buyurur ki, "Fəsəlu əhlə zikrin kuntum la ta'lemun." Və Allah təmsilən Allah Taala buyurur ki, "İnnəmə yaxşallaha min ibadil uləmə." Və başqa ayələr, həmçinin hədislər və həmçinin sələfin həyatı. Düzdür, indi biz elmə, alimə həyatını oxuyanda adam təəccübünə gəlir. Deyir, belə adamlar olubmu? Yəni, adamlar həyatdan həsr ediblər, bəziləri heç evlənməyib, yəni vaxtlar olmuyor. Həyatdan sərf ediblər, internet yox idi, telefon yox idi, WhatsApp və s. yox idi bir şeylər. Minirdi, məsələn, heyvanın, bəziləri heç heyvan da yoxdur, ayaqla gedirlər, kəlvanlarla. Gedirlər, hansısa şəhərə, orada nəyə söyləməyə, hansı hədisə eşitməyə. İndi adam oxuyur, adam təəccübə gəlir. Ona görə onlar xidmət ediblər elmə, dinə. Elhamdülillah və onların kitablarında, onların fikirlərində, onların cəm etdiyi, elhamdülillah, dəlillərdə, elhamdülillah, neymətdir və böyük fayda var. Və həmçinin, qardaşlar, mühüm məsələlərdən biri də həmçinin cəmaatda olmaq. Yəni, biz dedik ki, dəlillərdən danışdıq, istinad mənbəyimizdən danışdıq və kimlərdən götürürük, onlardan da qeyd edəndən sonra təbii ki, belə cəmaat olur. Sən onda cəmaat ola bilərsən. Nə vaxt ola bilərsən cəmaat? O vaxt ki, haqq yoldasan, onda sən cəmaat sayılırsan. Hətta tək olsan belə, onda cəmaat sayılırsan. Ona görə çalışmaq lazım cəmaatda olmaq. Yəni, kim haqq yolda? Cəmaat odumu deyil. Bütün hamısı bu saat necə şüallardır. Gəl, hizbisən gəl, yəni, filan mənhəcdə hətta problem var, gəl, heç olmaz, gəl, yəni, bir olaq, belə. Və ya fəxr edirlər. Deyirlər, 95% mənim arxamda adam var. Fəxr edir. Bu sələf yolu deyil. Mən də dedim ki, 99 olsun da. Başı o demədə insan haqdır. Haqq belə götürülmür. Seçkilər satıyor ki, haqq hələ götürülmür. Aydın mı qardaşlar? Ona görə insan nə vaxt haqq olur? Orada belə 95% olmalıdır. Yox, insan haqq olur, haqq üzərində olsa, istinad mənbəyi düzgün olsa, alimlərin yanında olsa, sələfin mənhəcində olsa, onda haqdır, elhamdülillah. Ona görə həmçinin mühüm məsələlərdən, yəni cəmaatda olmaq. Həmçinin mühüm məsələlərdən də başqa, nə səbəbə görə əhl-i-sünnə və cəmaət həm də sabit qalıb edəcəm. Bidəti tərk eləmək, əhlin tərk eləmək və onlara müxalif olmaq, bu da səbəblərdəndir, onlarla oturmamaq. Hətta mübahisə eləməmək olar. Çünki mənhəcdəndir ki, hətta bidət həllə mübahisə eləmək düzgün deyil. Ona görə sələflər, məsələn, bəzən, hətta alimlər görürsən, tərk edirlər onları. Hətta onlar mübahisəyə çağırırlar, tərk edirlər. Çünki görürsən, mübahisədə nə üçün tərk edirlər? Birinci, xeyri yox idi. Bidət əhli hələ istəyirdi özlərini ishar eləsinlər. Və çox o bidət əhli, yəni artist deyirlər, artist olurlar. Necə deyirlər. Yəni, məsələn, o başı edə belə deyir, gəlib sənin mübaşirini görürsən, yox, mən hələ deyiləm, yox. Nədən, o doğrudan mənə deyirlər, başlar artist demək. Ona görə hələ adamlarla oturmazlar. Hələ adamlarla oturanda da adamla oturmasan gerək. Əgər yeri varsa, deyilicə, həmin insan kimi. Yoxsa həqiqətən oturmaq düzgün deyil başlayın. O düzgün deyil. Sadəcə din nəsiyyət edə bilərsən belə. Ancaq qaldı ki, mübahisə eləmək, sələf bəyənməyib mübahisə eləmək, bidət əhlinə. Yəni, bu da mühüm və incə məsələlərdən olur. Və həmçinin səbəblərdən ki, əhl-i-sünnə və cəmaət həm də sabit qalmağında orta mövqeyi tutmaq. Həm də özünüz görürsünüz ki, əhl-i-sünnə və cəmaət sələflər orta mövqeyidir. Nə? Orta mövqeyi deyəndə nə? Yəni, arxayın olmayın və ya təfritə başa düşə bilməzsən. Sən ifrata da düşə bilərsən həmən gün
tafritə də, yəni sünnə, elhamdülillah, sələm yoluna gedəndə nə ifratda olun, nə də tafritdə, orta yolda olur. Quran, sünnə və sələm fəhmi. Amma kim ki, məsələn, rayət eləməsə, alimlərə uzaq dayansa, sələf alimlərə, məsələn, ya ifrata düşəcək, ya da tafritə, bu da şeytanın, necə İbn-i Qeym deyir, rəhməlullah, İbn-i Qeym, necə o deyir, İbn-i Qeym, insan ya orta yola gələndə şeytan fərqi yoxdur, hansında qələbə çalır. Ya ifrata varmaqda, ya da tafritdə. İkisindən birindən qələbə çalsa sənin üzərində və salam qələbədir. Çünki şeytan istəmir, orta yoldan istəyir, bizi astırar. Özünüz də görürsünüz, çox, demək olar ki, hər məsələdə biz orta yoldayıq. Təkfirdə, hakimiyyədə, başqa məsələdə. Elhamdülillah. Bu da nimət. Həmçinin, qardaşlar, mühüm məsələlərdə hakimiyyə mövzusu. Hakimiyyə mövzusu həssas mövzudur, həmişə. Hətta sahabənin vaxtında. Hakimiyyə mövzusu. Hətta indi də özünüz görürsünüz ki, o firqələr ki, sahabələri ittiham edir. Məsələn, hakimiyyəyə görədir. O firqələr ittiham edirlər sahabələr ki, yox, hakim, məsələn, filankəs olmalıydı. 14 dərsə keçir, hələ bu söhbət gedir. Hakim, məsələn, Əli olmalı. Oldu da Əli də, 4-cü oldu, nə fərqi var? Oldu da, axırı oldu da. Sonra, yox, deyir, yox, 1-ci olmalı. Deyir, ya, oldu da, 4-cü oldu, nə? Nə oldu ki, 4-cü oldu? Deyir, yox, 1-ci olmalı. Əgər birinci, belə təcrübəli adam idisə, belə güclü adam idisə, fərqi nədir? İstəyir 5-ci olsan, oldu da axırı. Gördük. Oldu və gördük. Və nə oldu gördük? Lakin insanlar həmişə istifadə edirlər belə mövzulardan. Hətta indi də təsəvvür edir. Ona görə hakimiyyə mövzu həssasdır. Həssasdır və çoxsu azanlar elə bu mövzuda azırlar, çoxsu oynayırlar bu mövzuda. Amma həm də əhlüsünlə və cəmanın aydındır yolu. Bu məsələdir ki, biz deyirik, hakimə tabi olmaq lazımdır. Asi olmayan məsələlərdə ona qarşı olmaq çıxmaq və salam. Bu yalxalıqdır, qorxaqlıqdır, bu nə bilim, ciddir, məsəl üçün, bir şeydə danışırlar. Düzdür, fikir verən yoxdur olan danışırlar. Yəni, bu bizim mövqemizdir, bizim özümüz ixtira edən bir şey bunu. Bu, bizim mənhəcdir, əqidə və salam. Bu da səbəblərdən biridir ki, əlhamdülillah, Əhlüsünnə və Cəmaət sabit qalır indiyəcək. Bu məsələdə də. Çünki demək olar ki, hakimiyyə mövzusu, təkfir mövzusu ən böyük problemlərdən də 20-ci əsrdə, 20-ci əsrdə, 20-də, 21-də ən böyük problemlərdən və ən əsas, ən böyük səbəblərdən biridir insanların azmalları, müsəlmanların, dindarların. Çünki fikir versək, İxvaniyyə və Sururiyyə və Qutbiyyə və nə bilim, vəsair, Məməyyiyyə, məsələn, vəsair, bunlar hamısı bu məsələdədir. Vədiyyə, vəsair. Hansı kökü bu məsələdən, təkfiriyyə, cihadiyyə, doludur. Hansı bu məsələdir? Bu məsələdə azıblar. Səbəb ifrata varıblar və Əhlüsünnə və Cəmaət mənhəcindən çıxırlar və azıblar. Ona görə də bu da həssas. Həmçinin də, qardaşlar, mühüm məsələlərdən də böyük günah sahiblərlə münasibət. Yəni, böyük günah sahibləri, təbii ki, böyük günah sahibləri var. Hərdən sahabələr böyük günah edirlər. Hərdən sahabələr də böyük günah edirlər. Yəni, heç də sahabələr olmağı tərkiləməyib və s. Əksinə dəvət edirlər, dönürlər, tövbə edirlər, əlhamdülillah. Dönmək hər vaxt qapı açıldır, əlhamdülillah. Tövbə qapısı hər vaxt açıldır, düzdür ki, vaxtdan başqa hər vaxt açılır. Ona görə Allah Teala rəhmandır, rəhimdir. Özlə 100 dənə rəhimindən sadəcə birin məxluqatı arasında bölür. Təsəvvürün, Adəmdən da qiyamətəcən insanlar, heyvanlar, bir dənə rəhmətin bölüb olan arasında. 99 özündədir. Gönlücə rəhman rəhimdir ya. Yəni, təsəvvür olunmayan. Sən oturub təsəvvür edəksən, mümkün deyil. Onun rəhmətində həddi, elmində həddi. Hətta kürsüsü onun ərşi.
Sadəcə Peyğəmbər sallallahu aleyhi ve sellem onun kürsüsündən, kürsi ərşdə taxta ayaq oynayırdı, aşağıda kürsi. Ərşin taxtı ayaq oynayırdı altda. Peyğəmbər sallallahu aleyhi ve sellem kürsi barədə xəbər verəndə və ya İbn Abbasın sahabələrlə verir. Deyir, bu göylər, yerləri onunla münasibət edir ki, balaca bir halqıdır, səhrada düşür torbağa. Gör, nə boyda kürsi əzəmətlidir. Bu səmalar, yerlər, göylər neçə qatdır, 7 qatdır, hansı ikisi də. Onun yanında, onun misalındadır ki, elə ki, halqıdır, bir dənə səhrada torbağa düşür, tava bilərsin orada, o halqaya getdi. Yəni, görsənmir. Ki, batır onun içində. Gör, ərşin kürsüsü hələ bu boydadır. Gör, ərşinə boydadır. Yəni, təsəvvür demək mümkün deyil. Allah subhanət hələ ərşin daşıyan mələklər var, sevgiyiz. Gör, olanlar var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, icazə verirdi, danışım. Onlardan, onlarla çiğnası 500 illik yoldur, və ya 700 illik yoldur. Əzəmətdir, Rəbbimiz olun. Ona görə təsəvvür olunmuyor. Ona görə Allah Allah olur ki, leysə təmizliyi şey yox, vasısamıyor, basıyır. Onun mislində heç nə yoxdur. Onun mislində heç nə yoxdur və o eşidir və görür. Və əlhamdülillah, bu mühüm bəzi məsələlər idi. Yəni, toxundu. Yəni, bu məsələdə diqqətli olun. Və yaddan çıxanmaq lazımdır ki, həmişə bizim dinimiz dəvət dinidir. Allah subhanət olur ki, وَمَنْ أَحْسَنَ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا Əl-Əyə. Yəni, salih əməllər görür, Allah yoluna dəvət edən sözünə ən gözəl söz olan heç olmaz. Ona görə dəvət ən əfsən əməldir, Peyğəmbərlərin əməlidir. Lakin dəvət hikmət üzərində, elm, səbir, salı görmək, əsəbləşməmək, tez özündən çıxmamaq və s. Yəni, bu qaydalarla, bu əsaslarla geçsə, əlhamdülillah, Allah Allah bərəkət verəcək. Yəni, dəvəti yaddan çıxamayın. Həm evdə, həm qohumda, qonşuda və ümumən insanlar arasında. Yaxşı yavaşlar, çünki bizim dinimiz dəvət dinidir. Biz insanları yaxşı yola çağırıb, pis yoldan çəkindiririk. Bu bizim əsas yolumuzdur və Allah subhanə bizə işin faydalarından etsin. Elhamdülillah, yenə Allah şükürlər edir ki, Allah nəsib edir çox nəticəsi. Suallar varsa var.